Hamıya salam, kanalıma xoş gəlmisiniz. Bugün yenidən sizinlə bir yerdə Temudan gələn bağlamanı açırıq. Bağlama belə balaca deyil, böyük də deyil, amma orada məhsullar az deyil, deyim sizə. Heç yadımdan çıxıb nələr sifariş eləmişəm. Bəzi şeylər yadımdadır. Kanal üçün çox ideyalarım var, sadəcə vaxtım yoxdur hamısını çəkmək. İstəyirəm ayrıca video çəkim. Temudan ən uğurlu və uğursuz sifarişlərim. Bu çox gözlədiyim bir məhsul, indi yadıma düşdüm. Bu orqanayzerdir. Çoxdan fikirləşirdim ki, makiyaj masamı necə belə rahat eləyim ki, hər şey səliqəli görsənsin. Mənə lazımdır ki, mənim aksesuarlarım əlimin altında olsun. Çünki mən hər zaman harasa tələsirəm. Evdən qaça-qaç çıxıram, balaca uşaqla. Ona görə mənə lazımdır ki, aksesuarlar yaxın olsun ki, tez taxa bilim. Burada baxın, belə bölümlər var. Belə yastıqlar var ki, zədələnməsin və burada 1, 2, 3, 4 belə yer var və güzgü var. Bəyəndim, qəşəng görsənir. Burada üstdəki hissəsi, baxın, başqa cürdür, 3 yerə bölünüb. Amma aşağıdakı belə deyil, bu düzdür, yəni bölünməyib də. Aşağıdakı yenə belədir. Burada yenə belə şeylər var ki, bijuteriya, qızıllarınız cızılmasın. Və buradakı yenə belədir. Məncə çox yaxşıdır. Yaxşı ki, hamısı eynidir. Çünki bijuteriyalar fərqli olur. Elə şeylər var ki, yekədir, yerləşməz bura. Ona görə razıyam. Sonra qızım üçün belə bir bot aldım. Rus dilində buna qaloşi deyirlər. Azərbaycan dilində bilmirəm, o sözü bilən varsa yazsın. Bu yağışda giymək üçün ayaqqabıdır, rezindir. Sırf yağış olanda uşağımı giyindirəcəm. Baxın, ümid edirəm razmeri normal olar. 150 mm yazılıb. Bilmirəm, məncə böyükdür. Bəlkə gələn il giyinər, amma çox-çox qəşəngdir. Burada Bakıda bunlardan görmüşəm, amma belə qəşəng deyildi, rəngi-bərəngidir. Bunu isə hər paltarla giymək olar. Çünki bejdir və burada qəhvəyi mişqa var. Çox şirindir məncə, mən bəyəndim. Və belə baxanda keyfiyyətlidir, düzdür, bilmirəm. Keyfiyyətli olmağı onu bir müddət giyinəndə bilinir. Amma belə qəşəng görsənir. Burada bir dənə belə qutu var. Burada da hansısa orqanayzer olmalıdır. Məncə yadımda deyil. Əslində o qədər də gec gəlmədi bağlamam. Axır vaxtlar normal gəlir. Maksimum 2 həftəyə belə. Məndə bir dənə bu orqanayzerdən var. Mən birini də sifariş elədim. Burada aksesuarları və fırçaları qoyacağım. Baxın. Bura bijuteriya, kosmetika qoymaq olar, pambıq disklərini qoymaq olar. Mən yəqin ki, aksesuarları qoyacağım. Ya saç aksesuarları, ya bijuteriyaları, belə şeyləri ki, əlimin altında olsun. Və fırçaları. Çünki mənim bütün fırçalarım yerləşmir. Mənim orqanayzerlərimə fırçalarım çoxdur. Bir də bəzi orqanayzerlərimi dodaq qələmləri üçün istifadə edirəm. Ona görə belə orqanayzer də lazımdır. Məndə bir dənə də bundan var. Bu deyəsən başqadır. Burada baxın, firma yazılıb. Burada isə heç nə yazılmayıb, amma eyni keyfiyyətdədir. Elə bir bunun böyük versiyasıdır sadəcə. Eyni şeydir. Və çox rahatdır. Xoşuma gəldi. Ona görə belə 3 qat olanı sifariş elədim. Bura həm fırçaları, həm qələmləri qoyuram. Bunları məncə göstərməyə ehtiyac yoxdur, çünki bu hər adama lazım olmur. Bunu mən 100 dəfə bəlkə göstərmişəmsə, hər dəfə sifariş edirəm. Bu belə kəmərlərdir, mebelə yapışdırırsan ki, uşaq mebeli aça bilməsin. Daha doğrusu şkafları aça bilməsin, çünki mənim qızım bütün şkafları açır, içindəkiləri dağıdır yerə. Ən sevdiyi işdir. Ona görə bu dəfə qəhvəyi olanları tapdım. Əvvəl məndə ağ olanı idi. Gəlin birini göstərim, bəlkə kiməsə maraqlıdır. Bunu belə yapışdırırsan, burada 2 tərəfli skoçdur, yapışdırırsan mebelə və şkaf açılmır. Şkafı açmaq üçün gərək bunu açasan. Düzdür, mənim qızımın artıq 2 yaşı var, bunların yolunu bilir artıq. Amma mən 3-4 dənəsini yapışdırıb yoxlamaq istəyirəm. Heç olmasa aça bilsə də bu onu gecikdirə bilər ki, mən o vaxta kimi başqa otaqdan qaçıb gəlim, ona icazə verməyim şkafı açsın.
Özümə yenidən bu üzükdən sifariş elədim. Əslində bu üzüyü göstərmişdim sizə məncə əvvəlki videolarda. Onun ölçüsü də tənzimlənir, amma onu anama hədiyyə elədim. Ona görə özümə təkrar sifariş elədim. Çünki çox gözəl üzüydü, çox qəşəng görsənir. Baxın, bunun ölçüsünü mən böyüdüb bura taxacağam. Belə tənzimləmək olur. Baxın, mən bunu böyük elədim. Belə tənzimlənən olmasaydı, mən Temudan üzüyü sifariş etməzdim. Çünki mənim ölçüm o qədər balacadır ki, mən gərək geyinib yoxlayım, taxıb yəni yoxlayım üzüyü. Belə mən çətinliklə özümə üzüyü tapa bilirəm. Amma belə ölçüsü dəyişən üzükləri taxa bilirəm. Çox qəşəngdir. Və bu plastirdir. Bunu da bir-iki dəfə göstərmişəm əvvəlki videolarıma baxmısınızsa. Burada Bakıda suya davamlı plastirlər çox az satılır, qutuda çox az olur və orada qiymət biraz baha olur. Amma mən 2 manata 50 dənədir ya 100 dənədir. Burada mən hamısını yazacağım, qiymətləri həmişəki kimi yazacağım. Bu çox keyfiyyətli plastirdir və qəşəngdir. Üstü bəzəklidir. Gəlin birini açım sizə göstərim. Belə naxışlıdır. Və bu qədər bugünkü sifarişim o qədər də böyük değildi. Ümid edirəm ki, sizə maraqlı idi. Bütün linklər həmişəki kimi videonun altında. Məni izlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olsanız, videonu bəyənsəz çox sevinərəm. Görüşərik növbəti videolarda. Hələlik.